Əziz tamaşaçılar, hər birinizi salamlayıram. Bugünkü müsahibim 59 il müəllim kimi fəaliyyət göstərmiş, əməkdar müəllim, Respublikamızın tanınmış ziyalısı, tərəqqi medallı Mirqabil Hüseynovdur və qeyd edeyim ki, Vətən müharibəsi medalı ilə təltif olunmuş Mirqabil müəllimin ayın 19-u doğum günüdür. Ağa, səni təbrik edirəm. Sağ ol. Sizə uzun ömür, can sağlığı arzulayıram. Mirqabil müəllim gözəl insandır və inanıram ki, maraqlı müsahibə çıxacaq. Mirqabil müəllim arxivdir və inanıram ki, bütün suallara tam doğru şəkildə səmimi cavab verir. Birincisi, sizi xoş gördük. Allah canınızı salamat eləsin. Bəli, müəllim olmuşam, ömrünün axırınacan da müəllim kimi yaşayıram. Mən Bakıda müəllim işləmişəm. Masallı şəhər 1 nömrəli məktəbdə müəllim işləmişəm. 2 nömrəli məktəbdə də müəllim, direktor müavini. 3 nömrəli məktəbdə də ictimaiyyət dərsindən dərslər demişəm. Sonra isə yenə də Allah Masallının dövlət xadimi olmuş Məmməd müəllimin təşəbbüsü ilə 1 nömrəli məktəbə dərs müdiri, sonra da direktor təyin olmuşam. Mirqabil müəllim, direktor kimi çalışmaq, bir məktəbi idarə etmək asan deyil. Bu illərdə sizi ən çox çətinləşdirən və eyni zamanda motivasiya edən nə olur? Müəllim üçün və özünü direktor sayan adamlar üçün birinci növbədə əxlaq lazımdır. İkinci növbədə isə səbir lazımdır. Bunları bacarsa, idarə etməni də yaxşı öyrənəcək. İllər ərzində təhsil sistemində hansı dəyişiklikləri müşahidə etmişsiniz? Təhsil sistemində artıq təhsilin yüksəliş dövrlərini də biz görmüşük. İndiki halda isə təhsilin idarə olunmasından tam narazıyam. Mirqabil müəllim, bilirsiniz ki, Masallı şəhər 1 nömrəli tam orta məktəbi, Şəhid Rafiq Əliyəsənov adında bir sayılı tam orta məktəbi Respublikada tanınan bir məktəblərdəndir və siz uzun illər həmin məktəbə rəhbərlik etmişsiniz. Rəhbərliyiniz dönəmində məktəb bir çox tanınmış ziyalılar yetirib və bu günləri müxtəlif yerlərdə vəzifələrdə çalışırlar. Bunlar sizin uğurunuzdur. Təbii ki, bir Masallı kimi biz də buna sevinirik və hal-hazırda həmin şagirdləriniz sizinlə əlaqə saxlayırmı? Mənim məktəb dövrüm gərək direktor fənləri bilməklə yanaşı 4-dən yuxarı, o dövrdə qiymət kriteriyası 4 ilə 5 arasında idi. Mənim şagirdlərim Amerika Birləşmiş Ştatlarından tutmuş, Yaponiya qədər, Almaniyada, Fransada, İngiltərədə, İran Respublikasında, Türkiyədə, Rusiyada, müxtəlif ölkələrdə, Koreyanın özündə də mənim bütün dünya səfərlənmiş şəhər 1 sayılı orta məktəbin məzunları var. İndi bu dövrdə bizim ölkəmizdə müharibə başladı. Müharibə başlayanda da ki, bizim ilk şəhidlərimizdən biri də Rafiq Əliyəsənov Vələhət oğlu gətirildi. Onu da mən torpağa tapşırdım. Məktəbin də adı Rafiqin adına verildi. İllərcə dursun. Bununla əlavə də bizim məktəbimizdə 2 şəhid var. Onların da ruhu şad olsun. Bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun. Mirqabil müəllim, biraz mövzudan kənara çıxmaq istəyirəm. Keçmişə qayıtmaq istəyirəm və bilirəm ki, məlumatım var ki, keçmiş vaxtda siz Masallı şəhərinə gələn şəhidlərin dəfnlərində iştirak eləmişsiniz, onların qapısına getmişsiniz. Bunlarla bağlı biraz danışarsınız. Hətta bunların arasında milli qəhrəman var, Masallının milli qəhrəmanı var. Mərhəmət müəllim, o suala keçməmizdən əvvəl bildirmək istəyirəm ki, məktəb öz uğurlarına görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən nümunəvi məktəb adını alıb.
Mən Respublika televiziyasına o vaxtı çıxış eləyəndə aparıcı sual verdi ki, müəllim, sizin də məktəbdə uşaqlar məktəbdən kənara gedib məşğul olurlar. Dedim, mən onların heç birinə icazə verməmişəm. Gedib başqa müəllimin yanında məşğul olmağa. Müəllimlərimi danlamışam ki, demək siz yaxşı dərs vermirsiniz ki, uşaqlar küçələrə tökülüb başqa-başqa adamların yanına gedirlər. Xahiş edirəm, dərs demək keyfiyyətinizi yüksəldiniz. İndiki sizinki sualınız var ki, orada mən ölkədə müharibə başlayanda mən də rayon rəhbərlərindən biri idim, kimsatdım. Birinci Qarabağ müharibəsində şəhidləri gətirirdi, hələ Masallıya təzə-təzə rəhmətə gedən uşaqları gətirmək lazımdır. Orada polisin rolu yox idi, komissarlığın, hərbi komissarlığın yolu yox idi, icra hakimiyyətinin yolu yox idi. Orada ancaq Seyid məhfumu var idi, bir də ki, Mirqabil müəllim vardı. O uşaqları 90%-dən yuxarı mən gətirmişəm döyüş bölgələrinə, torpağa da mən tapşırmışam. Bununla fəxr etmirəm. Allah məni çətin sınağa çəkmədi, öz borcumu verdim. Ondan sonra isə Ulu Öndər Heydər Əliyevin çağırışı var idi ki, vətən təhlükədədir. Mən də Masallı könüllü batalyonu yaratdım. 518 əskərlə Neftçalanın Sevr bankəsində getdim, batalyonu təşkil etdim. Oradan da Ağcabədinin Afşarına, kəndinə hərəkət elədik. Vətən bizim hamımız üçün müqəddəsdir. Ancaq sözdə yox. Bəzi adamlar indi çıxırlar qabağa, mən belə olmuşam, mən belə olmuşam. Axı siz o vaxtı heç biriniz olmayıb. Heç biriniz olmayıb. Olmayan döyüşdən, olmayan şəraitdən niyə danışırsınız? Müqabil müəllim, məktəbdən ayrılandan sonra məktəb üçün darıxırsınız? Mən məktəbdən ayrılandan sonra mənim artıq nəvələrim böyüyüb. Balalarım hamısı həyat qurublar. Onların sistemdə işləyəni də var. 2 balam sistemdə işləyir. Onlar yüksək təhsil alıblar, kim çatdı. Bir balam isə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə şöbəsindədir. Orada Bakıda işləyirdi. Kəmaləddin müəllim xəstəxanasına. Mən indi götürüb gətirmişəm. Masallıda cərrahdır. Genkolo yox, cəddimizə xələl gəlir. O ümumi cərrahdır. Adam işlədiyi yer üçün darıxmaz. Mən həmişə işlədiyim yer üçün darıxmışam. Çünki orada gözəl adət-ənənələr qoymuşduq. Əsl məktəb funksiyasını yaratmışdıq. Çünki bizim məktəbimizə keçmiş nazir Misir müəllim də olub, kim çatdı. Deputatlar çoxlu olublar. Bununla yanaşı, həmçinin o əməkdar müəllim adı mənə İlham müəllim təqdim edib. Ancaq Mikayıl Cabbarov isə öz nazir olanda mənə təqdim edib. Çox gözəl. Müqabil müəllim, hal-hazırda Azərbaycan gənclərinə təhsil yolunda davam edən Azərbaycan gənclərinə Müqabil müəllim nə demək istəyərdi? Azərbaycan gənclərini pozan Respublika televiziyasıdır. Çünki orada yarıçılpaq qadınları göstərirlər, eləyirlər. Mənəviyyatımıza böyük zərbə vururlar. Bu mənəviyyatdan yaxa qurtarmaq üçün mən deyərdim ki, onlar da öz işlərini təkmilləşdirsinlər. Çünki ölkənin prezidenti İlham müəllim, ölkənin vitse-prezidenti Mehriban xanım bütün işlərə ləyaqətlə, əzmlə cavab verirlərsə dünya siyasətində onlar vaxt gələcəklər, o hərəkətləri edən adamlara qarşı da mübarizə aparacaqlar. Mən buna inanıram, bilirəm. Bu günləri bildiyiniz kimi sosial media var və bütün insanlar sosial mediadan istifadə edirlər. Siz necə? Sosial medianı ümumiyyətlə izləyirsinizmi? Bu hal-hazırda müasir dövrdə sosial mediasız
yaşayış təsəvvürə edilməməlidir. Ancaq bir şey var ki, bu sosial mediada kimsə qərəzliyindənsə yaxşı adamları danışdırsınlar. O qədər ölkəmizdə, respublikamızda tərbiyəli, əxlaqlı rəhbərlər var ki, onların hərəsindən müsahibə almaq özü böyük bir tərbiyə dərsidir, mənəviyyatdır. Mənəviyyatı olmayan bir ölkədən danışmağa dəyməz. Millətin tərifində göstərir ki, millətin tərifi o deməkdir ki, sənin vahid torpağın var, vahid dilin var, ərazin var, bir də mənəviyyatın var. Bütün bunları Azərbaycan Respublikasının prezidentiyim. Ona mənim canım da qurban. Alıb, müstəqilimizi yaradıb, qoy ömrü boyu yaşasın. Mən olmasam da, mənim ömrümdən də kəsib ona versinlər. Müqaməm, elə bir hadisə varmı xatirinizdə, heç vaxt onu unutmursunuz? Yəni, unuda bilmirsiniz daha doğrusu. Bəli, ən böyük xatirə budur ki, ölkəmin prezidenti İlham müəllim fəhlə ailəsinin üzvünə, Mirqabıl müəllimə 5 dəfə sərəncam verib, onu mükafatlandırıb. Ancaq məsələ bundadır ki, ölkənin vitse-prezidenti Mehriban xanım Masalda olanda Seyiddir də mənim qızımı qucaqlayıb öpüb. Onda mənim qızım 5-ci sinifdə oxuyurdu. Həmən qız xaricdə oxuyub gəldi və asan xidmətdə elə bilərəm ki, çox mənimlə, ölkəmizlə fəxr edəcək işlər görür. Müqamim müəllim, növbəti günlərdə sizin doğum gününüz yaxınlaşır. Artıq 77 yaşınız tamam olacaq. Mən də həm kollektivimiz adından, həm redaksiyamızın adından sizə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Bizim də gördüyümüz işləri mən inanıram, siz izləyirsiniz, tez-tez əlaqə saxlayırıq. Bizim necə deyərlər, səhvlərimizi də deyirsiniz, düzlərimizi də deyirsiniz. Mən bəlkə də Azərbaycanda Dünya Kitabxanasının üzvü olan 5-6 adamlardan biriyəm. Mən həmişə yaradıcı adamlarla əhatə olunmuşam. Çünki yaradıcı adamlara düzlük lazımdır. Mirqabıl müəllim də özünü gərək düz apara. Hamıya pasimanlıq eləyər. Bir şey də var ki, düzdür, noyabrın 19-unda mənim ad günüm olacaq. Bütün bunlara baxmayaraq, mən hər şeydən əvvəl Azərbaycanı sabit saxlayan, dünyalar içərisində Azərbaycana geniş yer verdirən İlham Əliyevə minnətdar olmaq lazımdır. Mən onun ailəsinə, yoldaşına, uşaqlarına, nəvələrinə uzun ömür arzulayıram. Vallahi mən ölkənin prezidenti İlham müəllimlə görüşəndə o dəfələrlə mənə deyir ki, nə xahişiniz varsa müəllim deyiz. Mən 3 dəfə deyəndən sonra daha artıq mən dedim ki, mənim xahişim cənab prezident böyüdür. Mənim canım da sənə qurbandır. Sizin isə yaradıcı adamlara deyirəm, axmaq adamlardan müsahibə almayız. Ölkə başdan başa ağıllı adamlarla doludur. Onlardan müsahibə alırız. Uzun ömürlü olsuz verilişiz. Sizə təşəkkürlər edirəm ki, masalda yeganə bəlkə də müəllimlərdən qalanam ki, 59 il müəllimliyim tamam olur. Sizə minnətdaram. Siz mənim əzizlərimsiniz. Azərbaycanda ölkə rəhbərinin, İlham müəllimin daxili və xarici siyasətini bəyənən Cənub bölgəsində çoxlu adamlar var. Onlardan biri də Mirqabıl müəllimdir. Mən xahiş edirəm, gənclər, müasir gənclər böyük kiçiyin yerin bilsinlər. Bu günlərdə Pəncəliyə milli qəhrəman adı verildi. Demək, heç kim ölkə başçısının nəzərindən qaçmayıb. Ona görə də mən deyirəm ki, bu günlərdə məsəl üçün Qasımlı kəndindən olan Elmlər Akademiyasının bir nümayəndəsinə tərəqqi medalı verildi. Fəxr etməliyik ki, ölkə prezidenti
bütün Azərbaycana, dünyaya əl elədiyi kimi Cənubi Azərbaycanı da ailəvi çox istəyirlər. Cənubi Azərbaycan da onları çox istəyir. Azərbaycan durduqca onlara Allah Taala uzun ömür qismət eləsin. Bəlkə də vərəqin yarısını Mərhəmət müəllimlə bölüşdü. Ancaq vətən mənimdir. Prezident də mənimdir. Allah onu qorusun. Mən bu gün də lazım olarsa vətənim yolunda hər addımı ata bilərəm. Allah mənim vətənimi və prezidentimi qorusun. Müqam şagirdləriniz bunu izləyəcək. Mən digər bir paylaşım eləmişdim. Şagirdləriniz orada sizə çoxlu rəylər yazmışdı. Nə demək istəyirsiniz şagirdlərinizlə? Qısa. Mənim şagirdlərim həm vəzifəlidirlər, həm də ki orta məktəbə qutaran şagirdlərimdir. Onların hamısının uğurları mənim uğurlarımdır. O kollektivin uğurlarıdır. Bir nömrədən uğurlarıdır. Mən istərdim ki, mən çıxandan sonra bir nömrəli məktəbdə 7 direktor dəyişilib. Onun ikisi təhsil işçisi olub. Masalların təhsil işçisi. O burası söyleyeyim. Mənim qoyduğum Seyid məktəbinin nüfuzun mən Təhsil Nazirindən də xahiş edirəm ki, qorusun, saxlasın. Məktəb müqəddəs yerdir. O ocaqda olan yanar odları söndürməsin. İnşallah söndürməzlər.